Ya Allah. Hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin. Əziz dostlar, Ləzəri qəsəbəsindəyik. Ləzəri qəsəbəsində ATV villaları deyilən ərazidə, yəni rəsmi şəkildə Nurlu Masjidi gedir bura. 314 nömrəli məktəbin cəmi 100-150 metr məsafəsində əziz dostlar 3 sotda inşa olunmuş. Fərdi yaşayış evinin tikintisi üçün ayrılmış bələdiyyə qərarı və arxı varaşı ilə birlikdə olan sənədi olan, baxın qarşıda görürsünüz, belə bir gözəl 2 mərtəbəmizi inşallah sizə təqdim edəcəyiz dostlar. 2 mərtəbəli evdir, mərtəbə arası monolit betondur. 2005-ci ilin, yəni təkrar edən bələdiyyə qərarı var, arxı varaşı ilə birlikdə 7 otaqdan ibarətdir. 5 otaq, hamam sanitar qovşağı yuxarıda, 2 otaq, yəni bir yataq otağı, bir qonaq otağı, mətbəx və hamam sanitar qovşağı 1-ci mərtəbədədir əziz dostlar. Həyətə rahat şəkildə 2 maşın, 3 maşın daxil ola bilir. Evimizin mərtəbə arası, yəni təşəmmül monolit betondur. Evimizdə xırda tamamlanma işləri var. Evin 99% işi görülür əziz dostlar. İndi sizə evi sürətlə çəkib inşallah təqdim edəcəyiz dostlar. Baxın, bu orijinal ağla ilə üzlənib. Evin çöl hissəsi. Baxın, burada gecə işıqları da var. Gecə işıqları. Gecə olanda çox gözəl bir görüntüsü var buranın əziz dostlar. İndi isə sizi evindən tanış edək. Əziz dostlar, qeyd edim ki, evin arxasına keçmək üçün yanlarından boşluq var. Daxil olaq evimizin içinə. Müasir üslubda, çox gözəl üslubda dizayn edilib bu evə, əziz dostlar, həqiqətən də. 1-ci mərtəbə tam istifolla təsis olunub. Bütün otaqları hər yanı əhatə edir. 1-ci mərtəbə və evin hər mərtəbəsi 150 kvadrat metrdir. 2 mərtəbə birlikdə edir, 300 kvadrat metr. Tural, başla qardaşım, görsün. Əziz dostlar, bura evin hamam sanıcı gördüyünüz kimi. Buranın lampiskası yoxdur. Sanitar qovşağı ilə buranın lampiskası yoxdur, ev yox. İşıqlı düşür. Burada belə bir otağı var. Gördüyünüz kimi çox gözəl dizaynla yığılıb ev. Baxın əziz dostlar, şəbəkə pəncərə və ürək açan mənzərə. Doğrudan da çox gözəldir. Qalxıya da uyğun gəlir, maşallah. Ürək açan. Həm meyxanası ol elə. Buna da əziz dostlar. Deməli, 12 yarımın qonaq otağı 360-adır. Bu da təxminən 40 kvadratdan çox edir. 40 kvadrat çox edir, maşallah. Yer hissəsi, yəni təkrar istifol, möhtəşəm dizayn, möhtəşəm görüntü və sağlam ev. Yuxarı hissə monolit betondur əziz dostlar. Həqiqətən də çox gözəldir, çox gözəl. İndi evdə tamamlanma işləri gedir deyənə, xırda işləri qalır. Biləkən, qranit mərmər. Necə gözəl üsulqalarla dizayn işlənilib ev. Bax. 2-ci mərtəbəyə. Bu mərtəbədə, əziz dostlar, bura 2-ci mərtəbədir. 5 yataq otağı var, bir hamam sanitar qovşağı var. Özü maşallah işıqlı da evdir, həqiqətən də işıqlı evdir. Burada yataq otaqların birini mətbəx eləmək mümkündür. Kim istəyərsə eləyər, istəməzsə yenə öz işidir. Sonra buradan başda qayıtacaq. Zalar, balkonu da götürərsən. Betisqlər dostlar. Bura bir yataq otağıdır. Gördüyünüz kimi. Yəni film ustaları qalır. Maşallah. Burada 2-ci mərtəbənin tamam sanıqlarıdır. Sanitar qovşağı olan yerdir. Tural, gəl rəhmət olmasa, əziz dostlar, baxın, çay içmək üçün, hava almaq üçün çox gözəl bir mənzərə. Tural, imkan varsa məktəbi görsənir məktəb burada. Baxın əziz dostlar, qarşıda görəcəksiniz indi 314 nömrəli tam orta məktəb, 150 metr məsafə, uzaq başı 2 metr olar. Geniş dəhliz, elə dəhliz 15-16 kvadratdır. Yataq otağı maşallah, gördüğünüz ən azı 16 kvadrat var, işıqlı. Ay maşallah, gözəl. Tural, oranı görsün. Burada növbəti bir yataq otağıdır. İndi xaricinin qonaq otağı. Demək, əziz dostlar, bu mərtəbədə də təxminən 7-nin 4-ə 28-30 kvadrat
Bəlkə də biraz da çox olar, biz təxminən deyirik. Artıq olar ki, əksi olmaz. Belə bir böyük qonaq otağıdır, belə deyək. Əslində bu yataq otağıdır, ikinci mərtəbə. Amma kim istəyər rahat şəkildə qonaq otağı eləyə bilər, çünki aşağıda qonaq otağımız var. Evimiz düzbaşına inşa olunub, üçüsü dam örtüyü, terkitsadı, dəmir şəkildir, 3 sotun içində üzərində inşa olunub əziz dostlar. Bələdiyyə qərarı 2005-ci il arxiv arası ilə birlikdə orijinal sərəncamdır, fərdi yaşayışın kişisiz ayrılmış bələdiyyə sərəncamıdır. Yerləşmə yeri əla, ev mükəmməl, mərtəbə arası monolitik beton. Ümumiyyətlə söz yoxdur. Söz yoxdur, inşallah ki, gələn özünə görəcək. Qiymət də təyin olunub ev sahibi tərəfindən 220.000 manat. İnşallah ki, yarın müştəriyə indirim olacaq, amma doğrudan da keyfiyyət verdi. Gəlib baxmağa dəyər, inşallah kimin ürəyinə yatsa buralar, bu evə pul verməyə də dəyər. Allah xeyir versin. Alana, satana da əziyyət keçər, bizlərə də. Amin inşallah. Bir dənə bu şeylə film sayı, altta belə baxaram. Xırda işlər qalıb, xırda. 10.000 radiatoru qoy. Bəli, çox xırda işlər qalıb, kombi sistemi, hər şey qaydasındadır. Əziz dostlar, hər birinizdən xahiş edirik səhifəmizi bəyənib, videolarımızda rəy yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun. Sizin də satışdan mülaçiniz varsa bizimlə əlaqə saxlayın. Gələk çəkək, paylaşaq və satılmasında köməkli göstərək. Allah evi olmayanlara ev qismət eləsin inşallah. Amin.